dostlar, bugün size Amerika'daki bir günlük vlogumu göstereceğim. Bəli dostlar, ailemle birlikte Amerika'ya gideceğiz. Aslında videolarda ailemi göstermirdim. Çünkü onlar çok vaxt evde olmamıştılar. Başka yerdeydiler ve buna yani iş için gitmiştiler. Ona göre de burada değildiler. Ama artık buradadılar ve Amerika için bilet almışık. Neçə vaxtdır ki video ata bilmirdim. Çünkü işlerim çok olurdu. Tabii ki onlar geldiği için. Ama bugün bir video attım ve böyle kombinim necədir? İndi isə ailemi göstereceğim ve yemek yiyip Amerika'ya gidəcəyik. Hələ ki masada çox vardı. Hələ onun yarısıdırsa biletimiz, yəni susadımız və indi sərki 7-yə qalır. Neyse onu gəlin göstərim mən. Bəli dostlar, budur mənim ailəm. Hətta siz yeyib bitiriblər mən gələnə qədər. Mən Pedrik. Mən Mila. Mila adımı unuttum. Neyse. Senlik qabları yu. Ben burada çantayı yapmışım, onu göstereceğim. Ben niye qabları yuyuram? Hadi sen yeməmisən. İndi yeyirəm də. Hələ videodayım. Uf, tamam neyse. Verin. Ben bunları yaparım. Neyse dostlar, bəli. Bu arada evi mən yerindən düzəltdim. Yani bir kanala baktım. Kanalın adını bilmirəm, yoksa diyərdim, yani yadımda değil. Böyle bir evlədim. Düzdür, çoxunu özümə əlavə eləmişəm. Ama neyse. Kızım sonlar yoğana kadar. Ay mama yaxşı da. Of tamam millet, tamam. Pedrikonda sen de elə dur. Ne yiyeceksin ki sen? Ben ikinci mərtəbədən bir əşyam vardı, onu götüreceğim. Ha git götür. Elə mən də adamlara, insanlara göstereceğim ki ne yaparıq. Ve bəli dostlar, burada bu telefonu da koyun. Bezdim. Sonra itir. Böyle köynələr yaparıq. Krem falan yaparıq. Telefon buradadır ya. Ver de lazımdır. Onda ben bir şey bakacağım. Gəlirəm indi. Yəni ben yoxlayıram ki saatları birdən səhv olar. Tamam da sen git yoxla. Bəli dostlar, yəni belə. Mila da təbii ki də yığmazsa olmazı köynəklərini yığıb. Köynəyi ne kadar az yığıbdı. Böyle bir şey yığıb. Bu da indi görürəm. Baxın, Amerika'ya kim? Ya bu nece baktı video sırasında. Neyse, yani bir de böyle bir tane köynək götürüp mən de onları koyayım. Bu da çok yaşandı, mən də vurdu. Bunu baxın elde adını verdi bu. Deyəsən şeye gedəndə almışlar, konsere gitmiştiler. Lap Türk kim oldu, mən içəmədim də, neyse. Yani böyle bir şeyler yapardı. Bu Pedrikin'di, bu mənim değil, bu Black Bowser'dı, bu mənimdir. Yani böyle de kurtkalarımız falan var. İndi de birazdan bunu gelip tezden geleceğik ki aeroporta. Her an gecikebilirik. Ben de indi ışıkları falan söndüreceğim. Kameranı falan bağlayacağım. Daha doğrusu açacağım ki biz gidəndə evimize kimse girmesin. Yani belə. Mama qabları yudum. Lap yaxşı. Neyse gedək də artık dayana bilmirəm. Bu arada Amerika'da her yere gittiğimizde diye New York. Mila. Bəli mama. Sakit ol. Of tamam. Bu ne diye video çekende kaldığımız hallara bak. Neyse. Sağ ol dede. Al bak. Ver bir şeylere bakacağım bir de ben. Hesabıma bakacağım. Görmeden ne kadar izlenme almışam. İnşallah onunla çoktur. Neyse. Of siz de biraz televizor bakın bari, sıkılıram. Dondu yer. Ve bəli dostlar, eğer videoda donmalar olduysa onsuz da olubdur. Çok özür istəyirik. Ben de niye donma olduğunu ben de bilmiyorum ama neyse de siz fikir vermeyin öyle şeyler. Ve bəli, onda gəlin gelip gedək oraya kadar gidene kadar da biz güclə çatacağıq. Uzak yolda özünüz de bilirsiniz. Gəlin geyinin. Of yaxşı. Bayaqdan da kim idi göyə deyən ki tez gedək. O da mənim deyəmiydi ama neyse, mən də yeməğimi yeməmişəm. Mən yeməğimi yeyim bir daha hələlik. Neyse sen ye, mən də gelim geyinim. Bile. Hayatım. Hansıydı senin? Tabii ki de pembe olan. Sana günde neyse. Bilmek sevirsen. Onda yaxşı. Bu Ricky'ninki de, bunda mən yenəcəm. Bunları hələlik buraya koyak.
Bu arada sen ancak böyle şey toy paltarlar gibi şeyler götürmüşsün. Burada hakikaten bug var. Neyse onu sana köneğli böyle burada diyecekti ki niye geldin? Ata görebilmeyeceksin. Koydum. Abi bunu takmasan olmaz. Oh yeah. Bu benim. Ona ben gözlerim kapatacağız. Telefonumu ver. Al. Mutlak telefon. Buna bak. Max telefon. İşlettiğin telefon dünyanın en köhne telefonu. Hayda. Neydi köhne bunun. Neyse. Ricky. Geldim televizoru falan söndürüyorum. Koy. Işık da yanladı. Televizor. Sön. Sen de sön. Bunu söndürdüm. Başka bu iyi söndürdü. Deməli Leo'cum. Bak seni götürebilmeyecek. Ama sen özü pis hiss eləmə. Biz gedirik. Gəlin aya gələrik. Neyse. Gerek. Kaçın. Neyse. Ben de giyinim. Tamam. Ben de gelirim artık. Gözlerim kapıda. Dur hatta şeyleri götürmeyelim. Açıklasın. Dedim ki tutacağım onu. Kızım bir kömeğin de değmir. Ata ben ne kömek eləyə Al bunu tut. Of ver. Neyse sonra ben de giyineyim. O en sevdiğim kurtkum. Yazacağım. Böyle. Bunu da buraya koyak. Bunu da buraya koyak. Ve artık gelebilir. Yağış yağar. Bence yok ama bir de hiç yani bir dersini götürerek her ihtimala karşı. Bana da verin. Mila gel özün götür. Hayatı gelirsen de ver de. Al. Ver. Dur telefonumu götüreyim. Hadi video paylaşacağım. Onsuz da anam paylaşır da. Bir de niye kisem paylaşsam ve bağlamır. Dostlar bu videomuz çok pısalanacak ama olsun. Yine de biz çekek. İçine o kadar şey doldurmuşuz ki bunu bağlayana kadar elim koptu. Of deyim ben gelin gerek. Ve bəli dostlar onda biz gedirik. Pilot enenden sonra ben videoya devam edeceğim. Onda gelin. Geldik. Ve bəli dostlar biz çattık. Ama niye burada düşünmek mecburundayıq? Biz de bilmirik. Deyəsən unuttum. Düzdür. Mila tabii ki de buraya girdi. Mütləq salona girməlidir. İndi bəzələri düzəlib bilmirəm nə edirsə artıq. Biz ki burada bir 5 dəqiqə olar ki onu gözləyirik. O gələnə qədər yəqin ki 1 saat keçəcək amma olsun. Mən çalışacağım ki yanından eləmişim o da eləyiblər sansın falan desinlər ki tez çıxsın. Yoxsa o çıxmaq bilməyəcək deməli. Gələn kamerayla göstərim nə edir. Gəlirsən sən. Yox mən şey oxuyacağım. Ben hiç bilmiyorum ama okuyayım. Neyse gazet falan da ve bəli dostlar gördünüz. Hello. What? Neyse İngilizce bilmeyen Mila. Ama ben İngilizce bilirəm axı. Unuttum deyəsən İngilis dilinə ait yerlər oxumuşam mən. Necə bilməyim. Neyse yaxşı 100% bilirsən. Neyse. Bəli olsa yəni buradadır və görün papağı falan. Yine o saçını ne bileyim neyin yerlərsə eləsinlər. Biz yani burada gözlüğü oturup. Tamam siz tezeleyin də bir saat edirsiniz. Okay. But I don't know what do you say. Bu mu? Sen Azerbaycan'dan mı bilirdin? Biraz biliyorum. Okey ne kadar. Sıkıldım. Türkiye'ye gelse buradan yaxşıdır ama Türkiye'de göre aynı şeyler olmayacaktı. Olsun bari Türkçe bilir. O kadar kino izleyip ki artık. Neyse.
Ben sıxıldım, mən gedirəm. Siz də qalın. Deyirəm ona gəlsin. Mila! Yaxşı da gəlirəm. Goodbye, goodbye. Bye bye. Okay. Please give me money. Ne deyir? Pul istəyir. Nə istəyəcək? Sən pulu ödə, mən də buradayım. Okay. Neyse gəlir o. Tamam. Bir hemen telefonu götürsən. Ayda açmalı güclə bağlayıram. Güclə. Olsun. Ve bəli dostlar, sonunda evimizə gəlib çatdıq. Güclə də olsa. Və bəli, sizə göstərim. Burası sənin otağın olacaq yəni kimilə. Təbii ki də ver boşaltmalıyam hamısını. Neyse. Bəli, burası da bizim otağımız olacaq. Yəni ikimiz burada yatacağıq. Mən hatta yatıram, mən yorğunam. Bunu bura qoyayım, sonra boşaldarıq demək. Belə yatacağım. Neyse, yaxşı. Burası da belədir. Burası hamam tuvalet, burası da içdə oldu. O seçdiyimiz ev çox qəşəngdir ya, sənə deyim. Yəni belə. Böyle dostlar, indi mən hər şeyi yığıb gəlirəm. Və bəli dostlar, evi yığdıq. Hətta paltaları ortaq yığdım ki, yəni çox yer yox idi qoymağa. Biz belə balaca ev tutmuşduq ki, çox qalmağı planlamırdıq. Bir ay falan, məncə bir ay yoxdur da çox deyil ama. Neyse, çoxdur da neyse. Bəli, yəni belə bir evdir. Həm də sizə göstərdim, yəni belə yığdım. Durun televizorda açım. Belə bir gül də qoyurlar, da gül çox sevdim. Mila da belədir. Video kamera mənə ver də. Nə üçün? Bir şey deyəcəm. Allah. Görməndə otağı göstərdi təkcə, tamam. Bəli dostlar, burası mənim otağımdır. Burada mənim köynəklərim var. Baxın, az götürmüşəm. Normalde çox götürərdim, amma bu dəfə az götürməli oldum. Neysə, belə bir dənə şeyim var. Çantalar, yəni belə bir dənə saatım. Özləri qoyublar ama belə bir dənə sokum. İçində hətta, baxın, ən bahalı ətirim. Bahalı deyil ama neyse. Belə də bir dənə boş olan bir şkaf. Və belə. Bunu niyə bura qoymuşam? Neyse, yəni belədir. Artıq mama gəlib kameranı al. Tamam. Ver. Neyse yəni dostlar, mən artıq videonu burada bitirmək istəyirəm ki, artıq gecə oldu saat. Yəni artıq günorta 4'dür də. Və birazdan da axşam olacaq. Ona görə də artıq videoya bağlamaq istəyirəm ki, həm də videomuz çox da uzun olmasa da, yəni mənə görə uzundur da. Belki de videonun bəzi yerlərini kəsib yükləyəcəyəm. Belki de videonu çox gec yükləyəcəyəm. Neyse, yəni belə. Onda gəlin videomuzun sonuna gələk. Sağ olun dostlar. Kanala abunə olub videomuza like atmayı unutmayın. Sağ olun. Bəli dostlar, əgər videomuzu bəyəndinizsə, oradakı like butonuna basmağı unutmayınız və kanalımıza da lütfen abunə olunuz. Hələ ki 59 abunəmiz var. 100 abunə olmağa çalışırıq. Sənin köməyin ilə 100 ola bilərik. Abunə ol. Sağ olun.